Sosial şəbəkələrdə və bir xəbər medianın efirində 217 nömrəli marşrut avtobusunda sərnişinlərin balansından qanunsuz pul tutulması ilə bağlı yayılan iddialar rəsmi olaraq təkzib edilib. Bakikart yayılan görüntülərin faktiki vəziyyəti əks etdirmədiyini bəyan edib. Qurumun məlumatına görə sistem qeydlərinin araşdırılması zamanı məlum olub ki, sərnişin tərəfindən ümumilikdə 3 ədəd QR bilet yaradılıb. Sözgedən xətt üzrə gediş haqqı 65 qəpik olsa da, sərnişin ilk 2 bileti 60 qəpiklik tariflə formalaşdırıb. Qiymət uyğunsuzluğuna görə validator keçidə icazə verməyib. Daha sonra yaradılan 65 qəpiklik biletə də keçid qeydə alınmayıb. Qurum rəsmiləri bildirir ki, həmin an ambarda validator tam işləy vəziyyətdə olub. Bunu elə eyni videoda digər sərnişinin fiziki bank kartı ilə problemsiz ödəniş edərək keçməsi də sübut edir. Bakikartdan bildirilib ki, vətəndaşların vəsaitinin mənimsənilməsindən söhbət gedə bilməz. İstifadə edilməyən hər 3 QR biletin məbləği qaydalara uyğun olaraq 10 gün ərzində sərnişinin balansında avtomatik olaraq geri qaytarılır. Ümumiyyətlə, qurum son vaxtlar barələrində yayımlanan məlumatların heç birinin həqiqətə uyğun olmadığını bildirib.